Bismillahirrahmanirrahim. Sual belədir ki, əməlsiz imanın dəyəri varmı, yoxsa yox? Cavab bundan ibarətdir ki, Quranda iman həmişə salih əməllə yanaşı xatırladılır. İmanla əməl iğni ilə sapın oxşarıdır. Yəni, necə sapsız iğnə bir iş görə bilmədiyi kimi, əməlsiz iman da təsirsizdir. Quran buyurur ki, İn kuntum tuhibbunallaha fattabi'uni. Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin. Yəni, Peyğəmbərin ardınca gedin. Əgər Allahı sevirsinizsə, Peyğəmbərin ardınca gedin, Peyğəmbərə tabi olun. Ardında buyurur ki, yuhbibkumullaha və yəğfir ləkum zunubəkum. Peyğəmbərin ardınca gedin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Çoxları özlərini imanlı hesab etsələr də, salih əməldən uzaqdılar. Bəzi insanlar özlərin imanını aparsalar da, baxırsan görürsən ki, salih əməldən uzaqdılar. Məsələn, Allahı sevir iş deyirlər, amma onunla söhbətdən qaçır, namaz qılmır. Əlini sevir iş deyirlər, amma özlərini Həzrət Əliyə oxşatmırlar. Əsrin imamını gözləyir iş deyirlər, amma heç bir hazırlıq görmürlər. Aşiqlik iddiasında olanın məşuqu razı salması vacibdir. Yəni, bir nəfər ki, iddia edir ki, mən Allaha aşiqəm, gərək Allahı razı sala. Bir dənə misal vurum, çox gözəldir. O da bundan ibarətdir ki, nəql edirlər ki, qədim qul bazarların birində bir qula çox böyük qiymət qoyulmuşdu. Səbəbi də bundan ibarət idi ki, bu qul susamış adamı tanıyırdı. Yəni, baxırdı, bilirdi ki, kim susuzdur, kim susuz deyil. Bir tacir qulun bu xüsusiyyəti ilə maraqlanandan sonra onu alır. Alır, deyir, aparır evə. Evdə bir qonaqlıq düzəldir. Qonaqlıq məclisi təşkil edir. Süfrəyə də sudan başqa hər şey qoyur. İndi insanlar oturub, sudan başqa hər şey düzülüb, qonaqlar deyib, növbə-növ xörəklərdən yeyəndən sonra susuyurlar, su istəyirlər. Kim əlin qalxızıb, kim ağzını açıb su istəyirsə, qul buyurur ki, onun susuz olmadığını iddia edir. Qul deyir ki, bu susamayıb. Kim əlin qalxızır, deyir ki, su, qul deyir ki, bu susamayıb. Nəhayət qonaqlardan biri dözməyib, deyir, ayağa qalxıb, su ardınca gedir. Gedir, su götürüb içsin. Qul gülümsəyib, deyir ki, bəli, bu adam susuyub. Doğrudan da iddiasına sadiq olan insan yerində oturmur. Yəni, o adam ki, iddia edir ki, mən susamışam, susuzam, o yerində oturmur, su ardınca gedir. İndi bunu ona görə dedim ki, indi bir nəfər ki, istəyir ki, desin, mən Allahı sevirəm, onlar boş oturmurlar. Onlar Allahın ardınca gedirlər, çalışırlar ki, Allahı razı salsın. İmana uyğun əməl etməyən şəxsi mömin saymaq səhvdir. Mömin onda mömündür ki, Allahın buyurduqlarına əməl eləyir. Təkcə iman gətirmək şərt deyil. Allahı tanıyıram, sevirəm, Əhl-i Beyti tanıyıram, sevirəm. Bu şərt deyil. Şərt budur ki, məsələm səni toya dəvət edirlər, haram məclisə. Burada məlum olur ki, aya sən Allahı sevirsən, yoxsa sevmirsən. Həzrət Əliyə aşiqsən, yoxsa aşiq deyilsən. Yəni, buradan başa düşülür ki, əməlsiz imanın dəyəri yoxdur. İman o zaman dəyərlidir ki, ona əməl olunur. Həzrət Əli əleyhissalamın şiyələri o vaxt şiyə olurlar ki, həqiqi şiyə olurlar ki, əməl edirlər. Həzrət Əli əleyhissalamın kəlamına əməl edirlər. Quran-ı Kərimin göstərişlərinə əməl edirlər. Peyğəmbərin buyurduqlarına əməl edirlər. Əgər bundan xaric işlər görsələr,
və yalnız iman gətirmiş olsalar, bu imanın dəyəri yoxdur. Allah bizi həqiqi şiyələrdən qərar versin inşallah.